Amerikaya gələndə cibimdə $5 pul var idi. Mənim xəbərim yoxdur orada qalacağam. Saving yox. Qalmışam və nə edəcəm? Orada məsələn hər həftə birinin divanında yataraq o bir ayı keçirtdik. Bir həftə bir dostumun divanında yatırdım, o bir həftə onun divanında. Hər şey possible-dır. Niyə? Çünki yəni Stanforddan çıxan və ya Bay Area'da böyüyən birisi zaten o kültürlə böyüyür. Hansı ki startup ekosistemi. Amma Azərbaycanda ümumiyyətlə texnologiya ilə, startuplarla məşğul olan biri daha çox çətinlik görür, nəinki Silicon Valley-də olan biriləri. Ona görə yəni o çətinliyə alışmaq məsələsində Azərbaycanlılar daha yaxşıdır, nəinki Amerikalılar. Televizorda Teslalar gördüm. Maraqlı gəldi ki, Tesla necə işləyir, yəni bu necə özünü avtonom olaraq hərəkət eləyir. Azərbaycanda mən bildiyim üzrə heç bir universitetdə fiziki olaraq bir robot yoxdur. Ən azından bizdə Polşada real robotlar üstündən, real təcrübələrlə bizə öyrədirdilər. Yəni səbəb daha çox praktiki təhsil. Daha çox bu idi səbəb. Initial capital olaraq $100,000 götürmüşük fundraisingdən. Robotların insanların olduğu mühitdə necə daha güvənli işləməsini üstündə software düzəldirik. San Fransiskonu ziyarət eləyin. Yəni heç bir startupın olmasa belə, yəni gedin bir də o ekosistemi görün ümumi olaraq. Orada heç nə eləmək istəməyən adam belə ilham gəlir adama, belə deyim. Heç kimi tanımırdım. Twitterdən DM atdım, cavab verdi, getdim, vizit elədim, proqramlarına girdim. Twitterdə mənim neçə dənə investorum Twitterdən gəlib, yəni Twitterdən yazmışam, cavab verib. Mən dünyanın ən böyük venture firmlərindən biri Andreessen Horowitz. Andreessen Horowitzə Twitterdən DM atmışam, oturub söhbət eləmişik. Yəni Andreessen Horowitzdə işləyən biri ilə. Hamınızı Texon Talk studiyasına salamlayıram. Bugün çox maraqlı bir nəfərlə qarşı-qarşıya oturmuşam. Onun Sumqayıtdan Amerikaya qədər uzanan çox uğurlu bir yolu var. Səni salamlayıram Elləniz. Necəsən? Yaxşı, sən necəsən? Çox sağ ol. Çox təşəkkür edirik ki, dəvətimizi qəbul etdin və çox belə bilirəm ki, limitli bir vaxtın var və o vaxtı bizə ayırırsan. Təbii ki, hər zaman. Sənin keçdiyin belə uğur yolu, Sumqayıtdan, nə bilim Polşaya, Polşadan Amerikaya gedən yolun hamımıza çox maraqlıdır. Yəni şəxsən mənə çox maraqlıdır. Amma səndən lap əvvəli istəyəcəm ki, əvvəlcədən öz sahəyə necə başlamısan? Hal-hazırda hansı sahədəsən və bu sahənin ilk addımları sənin məktəb vaxtına təsadüf verə bildiyin qədər həmin vaxtlar necə başlayırdın? 9-cu sinifdə təxmini mən başlamışam. Yəni programming, Linux, fərqli texnoloji toollarla. Ondan qabaq boksla məşğul idim. Və ondan sonra həvəs yarandı. Necə həvəs yarandı? Televizorda Teslalar gördüm. Maraqlı gəldi ki, Tesla necə işləyir? Yəni bu necə özünü avtonom olaraq hərəkət eləyir? Ondan sonra belə proqramlaşdırmaya marağım artdı. Ondan sonra bizim bir qohum var idi, sağ olsun, DevOps engineer idi. O mənə mentorluq elədi. Mənə Linux Fərid yox, Ruslan. Mənə mentorluq elədi və mənə Linux və Python öyrətdi. Ondan sonra fərqli sahələr yoxladım. AI, robotics, blockchain, backend, hər sahədə biraz təcrübəm var. Amma axırda yenə roboticsdə qaldım. Çünki yəni ilk başlayanda elə Tesla-nı görüb başlamışdım. Ondan sonra da elə roboticsdən davam elədim. Amma robotics barədə Azərbaycana davam eləmədin. Niyə Azərbaycanda yox, Polşada? Robotics təhsili Azərbaycanda biraz mən gördüyüm üzrə praktiki olaraq çox zəifdir. Çünki mən bildiyim üzrə Azərbaycanda heç bir universitetdə fiziki olaraq bir robot yoxdur. Ən azından bizdə Polşada real robotlar üstündən, real təcrübələrlə bizə öyrədirdilər. Yəni səbəb daha çox praktiki təhsil. Daha çox bu idi səbəb. Yəni biz sərgilərdə çox robotlar görürük, universitetlər nümayiş etdirir. Bunlar real deyil səncə?
Necə yəni real? Yəni məsələn deyirsən ki, universitetlərin heç birində robotlar yoxdur və fiziki olaraq onun üzərindən təhsil keçilmir. Aha. Yəni düzmə başa düşdüm. Yox, yəni daha çox praktiki təhsil anlamında necə? Məsələn, müəllim başa salır robotun üstündə, robot olsa belə. Amma mənim dediyim daha çox müəllim studentə qoyur, tək otur solv elə ki, bu robotla necə işləyəsən. Məsələn, bu baxış açısı Azərbaycanda mən bildiyim üzrə yoxdur. Azərbaycanda oxumamışam, yəni belə qaranti olaraq deyə bilmərəm, amma yəni dostlarımdan eşitdiyimə görə belədir yəni. Amma mən bildiyim qədər həm də sən proqramlarla tanış olmuşdun və başa düşmüşdün ki, sənin oxumaq istədiyin həmin proqramların heç biri Azərbaycanda yoxdur. Aha, bəli. Hansı universitetləri ən çox araşdırmışdın və istəyirdin? Mən başlanğıcda Amerikaya istəyirdim, amma Amerikadakı təhsil haqqları biraz baha olduğundan Avropa tərəfə yönəldim. Fərqli universitetlərə baxdım, Hollandiya, Fransa falan. Amma ən axırda elə Polşa həm budjet olaraq sərf elədi, həm texniki təhsil açısından. Nə qədər SSR olmasa belə, polyakların texniki foundationu, riyaziyyatı, fizikası çox güclü səviyyədə öyrədirlər. O səbəbdən elə Polşa seçdim. Aha, hansı universitetə daxil oldun və hansı fakültə idi? Poznan Texniki Universiteti idi. Poznan balaca bir şəhərdir, Sumqayıt boyda bir şəhərdir. Poznan Texniki Universitetində robotics və automatic control oxumuşam. Aha. Belə. Ümumiyyətlə Şərqi Avropa ilə Azərbaycanda olan mühit nə kimi fərqlənirdi? Yəni oradakı startap mühiti, Azərbaycandakı startap mühiti fərqləri görə bilirdinmi? Azərbaycanda mən köhnə, yəni 2018 təxmin 19 zamanlarında mən ilk dəfə startap mühitinə girmişdim. O vaxt Keepface var idi, Eşad müəllim. O mən ilk dəfə hire eləmişdi machine learning intern olaraq. Ondan sonra biraz ekosistemə girdim. Sonra Azərbaycanda Tech Akademi var idi. Onların sayəsində Innoland akselerasiya mərkəzində bir neçə startaplarla işlədim. Belə freelance olaraq, belə founding engineer olaraq fərqli rollarda. Early stage startuplarda daha çox hər şeyi çox öyrənirsiniz. Çünki başınızda lead olmur. Ən azından bir CTO olur və ya CTO-dan başqa heç kim olmur. Gəlib danışa biləcəyiniz. Ona görə hər şeyi özünüz öyrənirsiniz. Bu səviyyədə də Google-lama bacarığı və ya AI ilə işləmə bacarığı falan. Bizə vaxt başlayanda AI yox idi. Daha çox Google-la işləyirdik. Stack Overflow falan. İndi Stack Overflow heç kimin yadına düşmür. Hamı gedir cloud-a, gedir ChatGPT-yə. Dəbdən düşüb. Ondan başqa ümumi olaraq Şərqdə startap mühiti, yəni ən azından East Avropada çox yoxdur, belə deyim. Yəni Polşadan çıxan çox böyük startaplar var. Eleven Labs məsələn. Eleven Labs məsələn onlar voice AI üstündə işləyirlər. Bunlar ən son 400 milyon qaldırdılar deyə eşitdim. Tam dəqiq yadımda deyil, amma o civarlarda. Eleven Labs-dir və ya Estoniyadan Skype çıxıb vaxtı ilə falan. Bunlar var, amma barmaqla sayılacaq qədərdir. Azərbaycanda deyiləm, bir əlin barmağını keçməz. Problem odur ki, yəni Azərbaycanla ən azından Avropa arasında Azərbaycanda heç risk kapitalı yoxdur. Avropada çox azdır. Amerikada isə dəhşət çoxdur. Yəni bunlar arasında fərq daha çox belədir. Aha. Və oradan üz tutdun Amerikaya ki, daha yaxşı kapitalı özünə cəlb eləyəsən, yoxsa necə? O məsələ biraz random oldu. Necə? Yadıma gəlir o barədə danışmışdın, amma istəyirsən universitetdəki öz gördüyün layihə barəsində danış və oradakı investorların münasibəti necə idi, hansı hüquqi məsələlər var idi və pay məsələləri bəlkə maraqlıdır. O barədə danışsan çox yaxşı olar. Okay. Biz 3 founder QSpot-u qurduq. QSpot nə idi? Online parking management software idi. Hansı ki siz məsələn parking yeriniz var və biz onu sizə software verdik ki, hansı ki onu maşınları falan görəsiz, cəza yazasınız falan belə.
QSpotla Hollandiyadan investisiya aldıq. Amma mən co-founderlarımla tam anlaşmadığım üçün o dealda mən tərk elədim oranı. Necə? Yəni bəzən kapital olur ki, şirkəti əslində batırır. Çünki o kapitalın məsələn verdiyiniz equity çox az olur və bu şirkəti batırma yoluna gedir. Yəni mən bunu görmüşdüm, onlar görməmişdi. Qulaq asmayıb götürdülər fundingi, amma ondan sonra mən öz yoluma davam elədim. Zaten universitetdə research eləyirdim mən. Universitetdə robot vision üstünə research eləyirdim. Həftə sonlarda maraq üçün bir də özüm proyekt eləyirdim. Hansı ki Slam tool idi. Slam nədir? Robotların öz-özünə hərəkət eləməsini sağlayan bir texnologiyadır. Bir proqram təminatıdır. Ondan başqa hardasa mayın əvvəli idi, mən bildiyim keçən il Y Combinator AI Startup School proqramını launch eləmişdi. Twitterdə, Telegramda falan dostlarım atdı ki, bəs gedin apply eləyin. Hətta bu da random olub. AI Azərbaycan qrupu var. AI Azərbaycan qrupunda bir member link atmışdı ki, bəs gedin apply eləyin. Heç də mən çox belə random apply elədim. Necə? Çünki mən orada heç qəbul olunacağımı gözləmirdim. Çünki çox founder var da. Mən side project kimi eləyirdim öz startupımı o vaxt. Məsələ nə idi? Ondan sonra Y Combinator iyunun əvvəli qəbul elədi. Mən Polşada oturumum olduğu üçün Polşadan US vizaya apply elədim. Sonra getdim San Franciscoya. İlk uşaqlıqda həmişə deyirdim gedəcəm bir gün. Axır gəlib çıxdıq ora. Ondan sonra Y Combinator'ın bir həftəlik bir planım var idi. Bir həftə gəlib founderlarla görüşəcəkdim. Ümumi gəzəcəkdim San Francisco startup ekosistemini. Kimlər var idi o tədbirdə founderlardan? O tədbir All Star tədbiri idi konkret. Say bizim üçün. Andrey Karpathy var idi. OpenAI'nin qurucularından, Tesla'nın autopilotunu yazan Fei Li var idi. Hansı ki hazırki bütün istifadə olunan computer vision'ın mother of the computer vision deyirlər. Ondan əlavə Elon Musk gəlmədi, video ilə qoşuldu. O da bəsdir. Sam Altman oradaydı, Dario Amodei oradaydı. Yəni Chelsea Finn oradaydı robotics tərəfdə. Yəni çox belə həqiqətən adını hər yerdə eşitdiyim adamlar var idi. Onları üz-üzə görmək çox belə qəribə bir hiss idi. Əsas var idi, Andrew Ng var idi. Andrew Ng mən uşaqlıqda 9-cu 10-cu sinifdə onun machine learning kurslarını Coursera-dan keçirdim. Onu canlı görmək çox qəribə bir hiss idi. Sonra Y Combinator-ın partnerləri var idi, Gary Tan falan. Diane falan. Yəni çox belə maraqlı adamlar var idi. Bəs o görüşə qoşulmağın sənin üçün hansı müsbət nəticələri oldu? Nə əldə elədin sən o görüşdən? O görüşdən onu əldə elədim ki, hamı üçün hər şey possible-dır. Niyə? Çünki yəni Stanforddan çıxan və ya Bay Area-da böyüyən birisi zaten o kültürlə böyüyür. Hansı ki startup ekosistemi. Amma Azərbaycanda ümumiyyətlə texnologiya ilə, startuplarla məşğul olan biri daha çox çətinlik görür, nəinki Silicon Valley-də olan biriləri. Ona görə yəni o çətinliyə alışmaq məsələsində Azərbaycanlılar daha yaxşıdır, nəinki Amerikalılar və ya Avropalılar. O cəhətdən məncə o dözümlülük baxımından. Çünki mən məsələn mən o bir həftə vaxtı içində Founders Inc-ə getdim. Founders Inc-də akselerator mərkəzidir. Orada söhbət elədim partnyorla. Onlar mənə proqramına qəbul elədi. Hansı ki off-season adında yayda tələbələr üçün olan bir proqram idi. Average yaş, ortalama yaş 18 idi. Oradan 7 startup funding aldı. Biri də biz idik.
Ondan yəni məsələn o çətinlik məsələsinə gəlirəm. Mənim Amerikaya gələndə cibimdə $5 pul var idi. Mənim xəbərim yoxdur orada qalacağam. Saving yox. Qalmışam və nə edəcəm? Bir həftə orada ortalama 150, 120, 150 arası nəfər idi. Və komandalar idi. Hərənin öz komandası var idi. Solo olanlar da var idi. Mən solo idim. Orada məsələn hər həftə birinin divanında yataraq o bir ayı keçirdik. Bir həftə bir dostumun divanında yatırdım, o bir həftə onun divanında. Elə couchsurfing eləyə axırı bir ay qurtardıq. Sonra funding aldıq. Ondan sonra proyekti satış eləməyə başladıq. Ondan sonra biraz vəziyyət düzəldi. Amma yenə deyirəm, o çətinlik məsələsində daha çox Azərbaycanlılar daha üstündən ki Amerikalı. Amma paraleldə Polşadakı təhsil də var idi. Polşadakı təhsil necə oldu və necə oldu ki, bütünlüklə sən Amerikaya, San Fransiskoya yerləşdin? Polşadakı əslində təhsilimə çox az qalmışdı bitirməyə, amma mən davam elədim ki, startapa davam eləyəcəm. Polşadakı təhsili yarıda buraxmalı oldum, çünki startapa ya full time davam eləyirsən, ya da startap başa gedir. Çünki əgər funding almısansa, commitment eləmisənsə investora, o işə full time girmək daha məsləhətdir, nəinki part time. Bəzi insanlar var davam eləyir, amma onlar VC tərəfdə funding götürmürlər, bootstrap eləyirlər. Dəyişir bu da. Bəs founderdan necə razılaşdın və həqiqətən bu razılaşma Avropadan yaxşı idimi, yoxsa sənin tam ürəyincə deyildi və həmin o razılaşmadan sonra sən nəyin fərqində oldun? Oradakı investor mühiti necə idi? Oradakı o əvvəl də dediyim kimi risk kapital məsələsi var. Risk kapital məsələsi Azərbaycanda demək olar ki, yoxdur. Avropada çox az var. Avropanın yaxşı olduğu tərəf deep tech-dir məsələn. Manufacturing, deep tech bu tərəflərdə çox yaxşıdır Avropa. Amma Amerikadakı risk kapitalı şeyə nəzərən çox dəhşət çoxdur. Bəs sənin razılaşman necə idi və bu səni həqiqətən qane edirdimi? Bəli, mən Avropada Parisdə də başqa bir akseleratora qəbul almışdım. Onların verdiyi offer var idi. Bir də Founders Inc-in verdiyi offer var idi. Mən Founders Inc-i seçib San Fransiskoda qaldım. San Fransisko'nun mühiti əslində daha yaxşı idi. Çünki Parisdə də builderlər görə bilərsiniz, startupçılar falan var. Amma Parisə nəzərən San Fransiskoda taksi şoförü belə startup qrupu vaxtı ilə. Belə. Hamının bir startup keçmişi var yəni. Bəli. Və oradakı investorlar riskə daha açıqdır. Angel investorların sayı çoxdur, anladığım qədər. Və onlar qarşılığında nə qədər pay istəyirlər? Bəzən heç istəmirlər bildiyim qədər və deyirlər ki, narahat olma, bu risk kapitaldır, biz başa düşürük. Bunun özü belə, yəni məncə startup üçün çox böyük bir şeydir və üzərində yük hiss eləmir davamlı. Heç istəməmək qrantdır, o çox azdır. O dövlət verir onu daha çox, nəinki dövlət və ya universitetlər verir, onu nəinki VC-lər. VC-lər həmişə bir pay istəyir genəldə. Neçə faiz olur bu? Ortalama, yəni pre-seed üçün məsələn 10% gözdən çıxartmaq məcburiyyətində olursan. Belə initial checklərdə elə vaxt olur 3%, 5%, 7%. YC-nin məsələn Y Combinator-in dealı 7%-dir. Belə yəni ümumi olaraq ilk check 5-7 arası olur. Ondan sonrakılar yavaş-yavaş arta gedir. Hal-hazırda hansı ideya üzərində startupını irəliləyir? Neçə nəfərlik komandan var və indiyə qədər nə qədər investisiya almısan, ayaqda qalmısan? Ayaqda hələ ki qalırıq. O problem deyil. Ondan əlavə initial capital olaraq $100,000 götürmüşük Founders Inc-dən. Ondan əlavə də bir neçə investorumuz var. Neçə nəfərlik komandadır bəs? Komanda 3 nəfərik. Daha çox əvvəl product based idi, indi isə daha çox research fokusluyuq, araşdırma eləyirik. Hansı ki çox belə həqiqətən çox az baxılan bir sahədir. Hansı ki robot safety, robotların insanların olduğu mühitdə necə daha güvənli işləməsini
üstündə software düzəldirik. Belə. Növbəti illər üçün, elə bu il üçün sənin layihəndə hədəflərin nələrdir? Hədəflər daha çox müştəri və daha yaxşı researchdir. Çünki araşdırma tərəfdə Asimovun kitabı var. Robot kitabı. Orada Asimovun 3 qanunu var. Hansı ki robot insana zərər verə bilməz. Bu əmr insandan belə gəlsə bunu edə bilməz. Və üçüncü ikisinə uyğun olaraq robot öz varlığını qorumalıdır. Məsələn, hər hansı bir insan desə ki, özü yox elə, bu mümkün olmamalıdır. Biz o Asimovun safety qanunlarını real həyata gətirmək istəyirik. Bizim amacımız budur, belə deyək. Amerika və Azərbaycandakı, lap elə Sumqayıtı götürsək, Sumqayıtdakı gənclər arasında nə kimi fərqlər var? Oradakı mühit mi fərqlidir, təhsil mi fərqlidir ki, onlar Silikon vadisində irəli gedə bilirlər, çoxlu investisiya ala bilirlər, investorları daha yaxşıdır. Orada əsas səncə nədir ki, bu startaplar, unicornlar oradan çıxır? Daha çox universitetdən əlavə mühit məsələsi var. Mən məsələn İnnolandda olmasaydım vaxtilə çətin startap mühitinə düşərdim. Okay, universitetdə davam edərdim, proqramçı olardım, amma standart bir proqramçı olardım. Yəni öz hər hansı bir şey eləyə bilərdim gələcəkdə, amma o bəlli deyildi. Məsələn, əvvəl o kömək elədi ki, mənə startap mühitinə düşdüm. Startaplar necə işləyir, funding necə olur, müştəri necə tapılır. Belə şeyləri mən first hand gördüm. Ona görə məncə universitetdən daha çox mühit önəmlidir. Amma bu mühitlər də hal-hazırda çox azdır. Aha, bəli, Azərbaycanda çox azdır. Danılmaz bir faktdır, belə deyək. Ondan əlavə universitetin özü də çox böyük rol oynayır. Amerikada mənim dediyim həmişə belə bir quote var, hansı ki Stanford xaricində o birisi universitetlər hamısı professional fəhlə yetişdirir. Stanford isə entrepreneur yetişdirir. Niyə? Çünki Stanfordun dərslərində bir iki dəfə oturmuşam mən, belə visitor olaraq. Dərsləri real həyat üstündən başa salırlar. Məsələn, biznes dərsidir. O dərsi sırf real həyatda olan bizneslər üstündən, unicornlar üstündən başa salırlar. Ona görə o təhsil faktoru da çox böyük rol oynayır. Research tərəfdə research Amerikada çox yaxşıdır. Məncə də olaraq. Bütün reytinqlərdə ən öndədirlər. Hə, amma məncə yəni research'ın əsas base-i Avropadır. ETH, Zurich, Bonn və digər universitetlər çox yaxşı. Yəni mən robotics tərəfdə deyirəm. Robotics tərəfdə çox yaxşı universitetlər var. Belə Amerikaya getmək istəyən və yaxud da startap qurmaq istəyən gənclər və yaxud da ki, mənim kimi artıq 30-a gələn yetkinlərə nə kimi tövsiyələrin var ki, nə etsinlər? Azərbaycanda qalıb startap qursunlar, yoxsa bir yol tapıb Amerikaya getsinlər və startap orada böyütsünlər? Səncə hardan necə başlasınlar? Bir gün San Fransiskonu ziyarət eləyin. Yəni heç bir startapın olmasa belə, yəni gedin bir dənə o ekosistemi görün ümumi olaraq. Orada heç nə eləmək istəməyən adam belə ilham gəlir adama, belə deyim. Mən side project olaraq getmişdim. Side project şirkətə çevrildi. Yəni o çox belə qəribə bir şeydi. Ondan əlavə Amerikaya getmək istəyən, Amerikaya çox adam getmək istəyir. Prosta startup ekosisteminə baxanda Twitter çox istifadə edeyim, bunu deyə bilərəm. Mən Founderjinq-ə Twitterdən DM atmışdım. Yəni heç bir connectionum yox idi mənim bu şeydə. Amerikada var idi Azərbaycanlı bəzi dostlarım, amma startup ekosistemində heç kimi tanımırdım. Twitterdən DM atdım, cavab verdi, getdim, vizit elədim, proqramlarına girdim. Twitterdə mənim neçə dənə investorum Twitterdən gəlib, yəni Twitterdən yazmışam, cavab verib. Mən dünyanın ən böyük venture firmlərindən biri Andreessen Horowitz. Andreessen Horowitzə Twitterdən DM atmışam, oturub söhbət eləmişik. Yəni Andreessen Horowitzdə işləyən biri ilə venture funding tərəfdə.
Yəni bu Twitter çox istifadə edir. Twitter Amerikaya getmək startup ekosistemində çox rahatdır. Və bəzi proqramlar var. Y Combinator, Founders Inc, South Park Commons, belə. Aha, mənim suallarım bu qədərdir. Öz karyeranla bağlı və yaxud da ki Amerika ilə bağlı, təhsillə bağlı gənclərə nəsə tövsiyə edə bilərsənmi bizə? Sevdiyiniz bir şeylə işləyin. Bir də Navalın o vaxtda demişdim. Naval Ravikant var, Uber'in ilk investorlarından. Onun qəşəng bir sözü var. Deyir, competitiondan ayrılmaq üçün normalda hamı compete edir də real həyatda. Competitiondan authenticity ilə ayrılın. Necə? Özünüzün ən yaxşı olduğu bir alanı tapın. Onun sayəsində çox rahat şəkildə competitiondan ayrılacaqsınız. Yəni mənim özümdə məsələn mən technological shift-i görə bilirəm. Yəni məsələn 2019-da mən chatbot yazırdım, sonradan LLM-lər gəldi. Ondan sonra robotics-lə məşğul oldum. İndi Silicon Valley-də ən azından robotics çox belə surge eləyir. Belə. Yəni öz içlərindəki əsas o istəyi tapsınlar və kəşf etsinlər. İstək və daha çox spesifik bir bazarlıq olur da hamının özündə olan. Belə. Çox sağ ol. Təşəkkür edirəm ki, vaxt ayırdın. Görüşərik yenidən. Görüşərik. Sağ ol.